Salam əziz izləyicilər, bugün sizə dərinin səthi göbələk xəstəliklərindən olan qasıq epidemiyası haqqında məlumat vermək istəyirəm. Bu xəstəliklə biz gündəlik praktikamızda çox rastlaşırıq. Daha çox da orta yaşlı kişilər arasında gördüyümüz bir durumdur. Bəzi insanlar idman həyatı, ortaq istifadə olunan hamamlar və idman zallarından çox istifadə etdikləri üçün xəstəliklə rastlaşma ehtimalları daha da artır. Xəstəliklə ilk müayinə zamanı çox da bir başqa laborator analizlərə və başqa diaqnostik üsullara ehtiyac qalmadan klinik olaraq diaqnozu təyin edə bilirik. Sadəcə bəzi hallarda bir çox yanlış müalicələrdən istifadə zamanı xəstəliyin klinikası dəyişdiyi üçün biz mikroskopik baxmaya ehtiyac duyuruq. Diaqnoz dəqiqləşdirdikdən sonra müalicəmizdə bizim xəstəmizlə daha yaxından və sıx əlaqə ilə işləməmiz lazımdır. Çünki xəstəliyin gedişində gördüyümüz qədər biraz yorucu olduğu üçün daimi istifadə olunan kremləri düzgün istifadə etmirlər, yorulurlar. Tez sağalmaq istədikləri üçün biraz yaxşılaşma görən kimi müalicədən həmən imtina etmək istəyirlər. Ancaq burada düzgün maarifləndirmə və xəstələrin düzgün istiqamətləndirməsi çox önəmlidir. Mən xəstələrdən ən azı 3 ay vaxt istəyirəm. İlk 2 həftədə gözlə görünür bir nəticəmiz olsa da, ancaq xəstəliyin sonraki gedişlərində təkrarlamaması üçün mütləq ki, bizə müalicəni davamlı olaraq ən azı 6 həftəyə tamamlamamız gərəkdir. Bundan sonra da saxlayıcı müalicə olaraq mən bəzi krem vasitələrindən və şampuanlar istifadə etmələrini məsləhət görürəm. Ümumiyyətlə müalicəmiz həm daxilə, həm xaricə istifadə olunan kremlər və losyonlar, eləcə də dezinfeksiya qaydalarından ibarətdir. Həm məsləhətlərə tamı-tamına əməl olunmasını istəyirik ki, nəticəmiz yüksək olsun. Kişilərdə daha çox gördüyümüz qasıq epidemiyası qasıq nahiyəsi ilə yanaşı olaraq həm də ayaq barmaq aralarında müşahidə edirik. Bu iki nahiyə çox vaxt birlikdə gedir və qasığına verdiyimiz müalicəni xəstəni daha ətraflı müayinə edib, əgər başqa nahiyəsində də varsa, eyni nahiyəyə də verməliyik ki, müalicə paralel getsin. Paralel aparılmayan müalicə sonrasında xəstəliyin təkrarlanmasının böyük səbəblərindən biridir. Müalicə zamanı bu xəstəliyin keçici olduğunu unutmamalıyıq.